Bismillahirrahmanirrahim. Hazreti Peygamber Aleyhisselam buyurur ki, dört şekilde insan olsanız inşallah sizler için Allah yanında güzel bir makam olar. Hazret buyurur ki, kun alimen, çalışın hayatta alim olun. Yani insan hayatta daima yüksek makamlara meylelemelidir ve alim olmaq üçün çalışmalıdır. Aleyhisselam buyurur ki, alim olmaq istəyirsən, yüksək məqamlarda istəyirsən ki olasan, amma gecələri yatırsan. Odur ki, çalışmaq lazımdır ki, insan alim olmaq üçün gərək gecə gündüz elmlə məşğul olsun. İkincisi, Həzrət buyurur ki, əgər alim ola bilmirsənsə, əv mütəallimən və yaxud da ki, tələbə ol. Yəni, elm üçün get, axtar, tələbəçilik elə və yaxud da ki, əv müstəmiən, eşidənlərdən ol günən. Yəni, elmə məhəbbətin olsun. Bir yerdə ki, elm gördün, çalış, orada oturub onu dinləyənlərdən ol günən. Görsən ki, elm haqqında İslamiyyət bir çox Quran-ı Kərimdə ayələri bizə buyurubdur ki, heç bir dində bu qədər elm haqqında söhbət olunmayıbdır. Quran-ı Kərimdə 900-ə qədər təxminən elm kəlməsində olan kəlamlar işlədilibdir. Həmçinin Peyğəmbər Aleyhisselam da buyurur ki, "Utlubul ilmə minəl məhdi iləl-ləhad." Həzrət buyurur ki, elmi öyrənmək beşikdən ta qəbrə qədər vacibdir. Yəni insan elmə gərək səy eləyə, ya alim ola, ya tələbə ola, ya da ki, eşidən ola. Ən azından heç olmasa elmə meylimiz ola, elmə məhəbbətimiz ola. Həzrət buyurur ki, "Av muhibbina ləhum." İndi nə alim ola bildin, nə şagird ola bildin, yəni tələbə ola bildin, nə də ki, elmi eşidənlərdən olmadın. Heç olmasa bu üç dəstəni sevənlərdən ol günən. Yəni insan gərək alimləri sevə, tələbəni sevə, çünki tələbə də gələcək alimlərdir. Və yaxud da ki, elmə məhəbbəti olan, görsən elmlə əlaqəsi olan insanlar var. Öyrənmək üçün çalışarlar. Hər yerdə olsa, bir elmdən söhbət keçsə, görsən ki, nə alim deyil, nə tələbə deyil. Amma gedir qulaq asır alimlərin sözlərinə, moizələrinə və ilaxirə. Həzrət buyurur ki, bunlardan əgər olmasan, heç olmasa həmin o üç dəstəni sevənlərdən ol günən. Allah səni də onların dəstəsində qərar verər. Bu mənim sözümdə, amma gəl məna bulur. Və həmçinin Həzrət buyurur ki, "Olə təkunil xamisə fətəhlik." Bu dörd qrup insanlardan əgər olmasanız, onda həlak olarsınız. Yəni insan gərək ən azı həyatda bu dörd qrup olan insanlardan ola.